Çinar yarpağı revmatizm, osteoartrit, bel və boyun ağrıları dayandırıcı, hüceyrə yeniləyici təsiri sayəsində, yanıqlarda, şişkinlikdə, hətta sədəf xəstəliyində belə istifadə olunur. Böyrək daşlarının təmizlənməsində inanılmaz iş görür. Saç dərisini gücləndirir, kəpək və sızanaq problemini aradan qaldırır. Antidepressant təsiri var. Əsəb, stres, gərginlik üçün əla təbii vasitədir. Diş ağrılarını yüngülləşdirir, diş ətini bərpa etməyə kömək edir. Bəs istifadə zamanı nələrə diqqət etməliyik? Yalnız daraq formasında 5 hissəli yarpaqları seçin. Torpağa düşmüş yarpağı işlətməyin. Üstündə göbələk ola bilər. Yarpaqları yuyun, xırdalayın. 1 fincan qaynar suya tökün. Soyuq halda gündə 2 dəfə ac qarnına için. 15 gün davam edin. 3 gün fasilə verin. Qaynadılmış yarpağı sızanaqların üstünə qoysanız, nəticə sizi şoka salacaq. Ən əsası, istifadədən əvvəl həkimlə məsləhətləşməyi unutmayın. Daha çox belə faydalı məlumat üçün bəyənin, abunə olun və videonu paylaşın.